Bəli, Almaniya kansleri Friedrich Merz Bundestagda çıxışı zamanı Avropa İttifaqını daha güclü və müstəqil mövqe tutmağa çağırdı. Bildirdi ki, Avropa İttifaqı artıq özünü kiçiltməməli və xüsusilə Birləşmiş Ştatlar ilə münasibətlərdə öz maraqlarını qətiyyətlə müdafiə etməlidir. Kansler vurğuladı ki, Avropa İttifaqında 450 milyon insan yaşayır ki, bu da Birləşmiş Ştatlardan 100 milyon çoxdur və o qeyd elədi ki, iri dövlətlərin açıq şəkildə güc siyasəti apardığı mürəkkəb beynəlxalq şəraitdə Avropa öz imkanlarından istifadə etməyə öyrənməlidir. Artıq aydın olur ki, təkcə Avropa başqalarından asılı deyil, digər tərəflər də Avropadan asılıdır və bu gücdən istifadə etmək həm mümkündür, həm də zəruridir. Kansler xüsusilə Ukrayna məsələsinə toxundu və bildirdi ki, Avropa bu ölkə ilə bağlı aparılan danışıqlarda mütləq iştirak etməlidir. Onun sözlərinə görə Ukrayna və Avropa üzərindən keçərək yalnız Rusiya ilə Birləşmiş Ştatlar arasında danışıqlar aparılması yol verilməzdir. Merz həmçinin Avropa İttifaqını Rusiyaya qarşı 20-ci sanksiya paketini təcili şəkildə razılaşdırmağa və Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq kreditin blokdan çıxarılmasına çağırdı. Bu məsələləri o Avropa İttifaqı samitində qətiyyətlə irəli sürəcəyini dedi və vurğuladı ki, Ukraynada ədalətli sülh məsələsi yalnız bir ölkənin ərazi bütövlüyü ilə məhdudlaşmır. Bu, bütün transatlantik məkanın təhlükəsizliyi, azadlığı və sabitliyi ilə birbaşa bağlıdır. Ukrayna artıq uzun müddətdir sülh danışıqlarına hazır olduğunu bildirir, lakin Rusiya bu istiqamətdə atılan addımları sistemli şəkildə pozur və mülki əhaliyə qarşı hücumlarını davam etdirir, deyə Merz qeyd elədi. Sonda kansler vurğuladı ki, mövcud şəraitdə Birləşmiş Avropa Almaniyanın gələcəyinin ən mühüm təminatıdır və yalnız birlik içində Avropa ölkələri yeni dövrdə real güc potensialına malik ola bilər. Və beləliklə bu çıxış Almaniyanın və ümumilikdə Avropa İttifaqının xarici siyasətdə daha fəal və müstəqil rol oynamaq niyyətinin açıq siqnalıdır. Merz faktiki olaraq göstərir ki, Avropa artıq yalnız tərəfdaş deyil, həm də qərar verici gücü olmaq iddiasındadır və Ukrayna məsələsi bu ambisiyanın real sınaq meydanına çevrilir. Belə çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə.